Əslində bir uşağın emosional həyatının formalaşması daha çox valideynlərlə bağlıdır. Dolayısıyla ailə mühiti ilə bağlıdır. Uşağın fiziki ehtiyacı qədər emosional ehtiyacı da qarşılanmalıdır. Yəni uşağın qarnını doydurmaq hələ kifayət deyil. Ona yaxşı təhsil vermək kifayət deyil. Əsas burada vacib məqamlardan biri də uşaqlara öz emosiyalarını doğru bir şəkildə ifadə etməyə zəmin yaratmaqdır. Çünki bir uşağın emosiyalarını, hisslərini dinləmək gələcəkdə bir gəncin ruhunu xilas etməyə bərabərdir. Təəssüflər olsun ki, biz bəzən uşaqların hisslərini, duyğularını ifadə etməyə, bəzən bilərəkdən, bəzən bilməyərəkdən biz ə, bunu etmirik və nəticədə biz onlara müxtəlif belə deyək epitetlərlə ə, yarğılayırıq. Yəni, oğlan uşağı bu cür davranmaz, özünü kişi kimi apar, qız uşağı belə etməz, ayıbdır, qonşu nə deyər, qohum nə deyər və bu kimi epitetlər biz görürük ki, zaman keçdikcə bir uşağın gələcək həyatına, onun emosional inkişafına mənfi təsir göstərir. Ola bilər uşaq yanlış bir şey düşünsün, ola bilər bir uşaq emosiyalarını düzgün ifadə edə bilməsin və yaxud özünü düzgün ifadə edə bilməsin. Önəmli olan proses obyektiv yanaşma, bunun haradan qaynaqlandığını, niyə uşaq emosiyalarını bu cür ifadə etdiyini anlamaq, dərk etmək və bu istiqamətdə bir uşağa kömək etməkdir. Ümumiyyətlə, bir uşağın emosional ehtiyacı bir valideynin qucağı ilə başlayır. Və o emosional bağlılıq nə qədər sağlam, nə qədər möhkəm olarsa, biz bir gəncin, bir insanın həyatında gələcəkdə çox yaxşı mənada xilas etmiş olarıq. Və bugün biz gördüyümüz yeniyetmə və gənclər arasında ən böyük problemlərdən biri də istər qız uşağı olsun, istər oğlan uşağı olsun, öz duyğularını, öz hisslərini, öz emosiyalarını ifadə edə bilməmələridir. Və onlarla praktik işdə də biz görürük ki, bunun da səbəbi hələ uşaq ikən valideynlər tərəfindən onların öz duyğularını ifadə etməyə şəraitin yaradılmamasıdır. Və bu da biz görürük ki, gələcəkdə onların inkişafına mənfi təsir göstərir. Ona görə də valideyn uşağını dinləməlidir. Valideyn uşağın hiss və duyğularına hörmətlə yanaşmalıdır və əgər orada belə deyək, pis bir şey də varsa, anlayış göstərib onu uşaqla bir yerdə düzgün bir şəkildə, doğru bir istiqamətdə yönəltməkdə yardımcı olmalıdır. Və əlbəttə bu zəhmət tələb edir, səbir tələb edir. Ancaq əmin olun əziz valideynlər, bu sizin gələcəyə etdiyiniz ən böyük yatırımlardan biridir. Səbirli valideyn sağlam bir gələcəyin təməlini qoyur.